High side hər biri birdə qalıb. Bunu göstərmir. High side yuxarıdakıları. Low side-a PWM siqnallar verir. Birinci faz gəlir, sonra ikinci faz, sonra üçüncü faz. Birinci faz, ikinci faz, üçüncü faz və hər biri ilə də stopu basandan sonra baxsaq, bunun yarısına yaxın digər faz işə düşür. Bunun yarıya yaxın, yarısına ortalara gələndən sonra üçüncü faz işə düşmüş olur. Faz sürüşmə də buna deyirik biz. Faz sürüşmə ilə neçə dərəcəlik faz sürüşmə idi? 120 dərəcəlik faz sürüşmə ilə impulslar, PWM siqnallar göndərirlər. Biz sürəti artırsaq, sürəti artırın. Proses daha sürətli gedir 1 saniyə ərzində. Aydın oldu. Tezliyi dəyişməklə sürəti ayrılamış olur. Tezliyi artırın biraz. Baxın, tezliyi artırmaqla sürəti artırmış oluruq. Amplituda öz qaydasında qalır. Sadəcə biz burada tezliyi dəyişirik. BLDC motorudur. Dronlarda istifadə olunan motordur. Bu isə ESC, Electro Speed Control moduludur.